Deməli, vasitəsiz və vasitəli nitq məsələsi nədir? Azərbaycan dilində bilirsiniz ki, vasitəsiz nitq danışanın dediyi fikri olduğu kimi ifadə olunmasıdır. Vasitəli nitq nədir? Vasitəsizdən vasitəliyə çevirmək üçün Azərbaycan dilində belə bir qaydamız var ki, məsələn, sual verilir ki, o dedi, sən nə zaman gələcəksən? Məsələn, bu Azərbaycan dilində dırnaq arasında, iki nöqtə arasında deyilən bir fikirdir. Danışanın dediyi fikri olduğu kimidir. Bu nə olur? Vasitəsiz nitq. Və biz bunu vasitəli nitqə çevirən nə edirik? Deyirik ki, o mənim nə zaman gələcəyimi bilmək istəyirdi. Bunu çevirəndə Azərbaycanda belə deyir, düzdürmü? Və ingilis də eyni şəkildədir. Vasitəsiz nitqi vasitəli nitqə çevirdiyimiz zaman danışanın dediyi fikri çevirəcəyim necə? Bir cümlə şəklində. Yəni, normalda burada nöqtə və dırnaq arasında verilən cümləni çevirəcəyim necə? Bir cümlə şəklində və fikri ümumiləşdirib demiş olacaq. Və bu halda nə baş verir? Bu halda baş verən əsas məsələ nədən ibarətdir? Əsas məsələ oradakı əvəzliklərin dəyişməsidir. Yəni, şəxslərin dəyişməsidir. Məsələn, deyirəm ki, o soruşdu, sən nə zaman gələcəksən? Bunu çevirəni necə çevirdik? O, mənim nə zaman gələcəyimi bilmək istəyir. Sən oldu nə? Mən. Və yaxud da orada sual verir ki, o dedi, mən bu dərsə hazıram mı? Məsələn, bu cümlədə çevirəni necə çevirərik? O, onun dərsə hazır olmadığını bilmək istədir. Yəni, bu şəkildə onu dedik də, düzdürmü? Və yaxud da, yəni, mən çevrilib olur nə? O, yəni he, she. Biz çevrilib olacaq nə? Onlar. Məsələn, onlar dedilər ki, biz bugün dərs oxumaq istəyirik. İndi necə deyirik? Onlar dedilər ki, onlar bugün dərs oxumaq istəyirlər. Yəni, çevrilir bu şəkildə. Bizə test toplusunda olan sual formatına baxdığımızda o qədər də fərqli bir format yoxdur. Amma yenə də müəyyən qədər anlayışınız olsun deyə bu sual tiplərini bəzilərini deyəcəm. Nədir məsələ? Cümləmiz əgər indiki zamanda olarsa, yəni bizim baş cümləmiz, daha doğrusu vasitəsiz nitqdəki cümləmizdəki baş cümləmiz indiki zamanda olarsa, o zaman verilən cümlədə zaman dəyişmir, sadəcə şəxs dəyişir. Yəni nə deməkdir? Məsələn, deyirəm ki, he says, o deyir. Cümlə hansı zamandadır? İndiki zamanda. Buradakı cümlə gördüyünüz kimi zaman dəyişdiyi yoxdur. Yenə də indiki zamandadır. Məsələn, deyir ki, o deyir ki, mən futbolu xoşlayıram. Bu hansı zamandadır? İndiki zamanda. Və burada çevrilmə hadisəsi baş vermədi gördüyünüz kimi. Necə deyilən eyni şəkildə? O deyir, yəni və yaxud da deyir. Yəni həzlə də olsa, sayslə də olsa, fərqi yoxdur. İkisi indiki zamanda olsa. O deyir, burada that-i qoya da bilərəm, qoymaya da bilərəm, fərq eləmir. Yəni, he says that deyə də bilərəm, he says də deyə bilərəm. Yəni, that məcbur deyil. Sadəcə məsələ nədir? Dəyişən şey nə oldu? I çevrilib oldu nə? He, I çevrildi oldu he. He likes football. Nə demək mənası? O deyir, iki nöqtə, mən futbolu xoşlayıram, çevrildi nə oldu? O deyir ki, o futbolu xoşlayır. Cümlədə zaman dəyişdi mi? Zaman dəyişmədi. Sadəcə dəyişən şey nə oldu? I əvəzdən çevrildi, nə oldu? He olmuş oldu. Zaman dəyişmədi. Əgər cümləmizdəki baş cümləmiz keçmiş zamanda olarsa, o zaman biz vasitəsizdən vasitəli çevirdiyimizdə cümləmizin zamanı dəyişəcək bir zaman geriyə. Yəni, məsələn, burada hansı zamanlar dəyişəcək, aşağıda göstərəcəm. Məsələn, deyək ki, burada verilir, məsələn, misallarda, indiki sadə zaman çevrilir olur nə? Keçmiş sadə zaman. İndiki davam edici zaman çevrilir olur nə? Keçmiş davam edici zaman. Yəni, present continuous çevrilir olur nə? Past continuous. Present perfect çevrilir olur nə? Past perfect. Present perfect continuous, past perfect continuous. Yəni, indikilər hamısı çevrildi, nə oldu? Keçmişlər. Əgər past perfect isə, o zaman heç nəyə çevrilməyəcək. Olduğu kimi qalacaq. Aydın oldu mu? Yəni, hər birisi nə oldu? Bir zaman geriyə getmiş oldu. İndi burada fikir verirsinizmi? He said, o dedi. I like football. Mən futbolu xoşlayıram. Hansı zamanda? İndiki zamanda. Burada he said that, yenə deyim, that burada və məcbur deyil, yazılmaya bilər. He like demədik, burada nə dedik? Like dedik. Çünki niyə keçmiş oldu? Çünki əvvəldəki cümləmiz keçmişdirsə, biz bunu qısa şəkildə complete the sentence-da demişdik ki, baş cümləmiz keçmiş zamanda olarsa, bu da aslında keçmişlərdən birində olmalıdır. Ona görə də buradakı like çevrilir olur nə? Like olmuş olur. Yəni zaman olaraq keçdi, indiki sadə, keçmiş sadə. Hər bir zaman bu şəkildə bir zaman geriyə getmiş olur. Və burada vacib olan şeylərdən biri də nədir? Dəyişən sözlər nədir zaman zərflərində? Məsələn, this çevrilib olacaq nə? That. These çevrilib olacaq nə? Those. Yəni, bu həftə deyəcəksən nə? O həftə. Məsəl üçün. Now olacaq nə? Then. Yesterday olacaq nə?
the previous day ya da the day before olmuş olacaq. Today olacaq nə? Bugün yerinə that day, o gün. Yəni hadisəni danışmış, bu çevrilmə məsələsində baş verəcək. Adətən baş cümləmiz keçmiş zamanda olarsa. Tomorrow yerinə deyəcək biz the next day, the following day şəklində demiş olacaq. Yəni the next day. Tomorrow artıq orada qalmayacaq vasitələ çevirdiyimizdə. Last week olacaq nə? The previous week və yaxud da the week before bu şəkildə demiş olacaq. Next week necə olacaq? The following week bu şəkildə dəyişmiş olacaq. Hamısında ego olacaq nə? Before. Hamısı dəyişir sözlərimiz. Məsələn, bir də burada dəyişməyən şey nə var? Məsələn, said hansı zamandadır? Keçmiş. Və buradakı cümləmiz də keçmişdir. Düşünə bilərik ki, burada was keçmiş sadədir də, çevrilsin hədə. Bir zaman geriyə çevrilməlidir axı. Burada çevrilmədi. Niyə çevrilmədi? Əgər cümləmizdə zaman zərfi varsa, o zaman çevrilməyəcək. Məsələn, nə deyir orada? O dedi ki, o 1978-ci ildə doğuldu. Sən burada 1978-i qoyub hədlə verə bilərsənmi? Xeyr. Dəqiq vaxt varsa, o zaman çevrilməyəcək bir zaman geriyə. Amma vaxt olmasaydı, o çevrilib həll olacaqdı. Deməli, bir də burada nə var? Sual cümlələrinin vasitəsindən vasitəliyə çevirdiyimiz zaman nə baş verəcək? Sual cümlələrinin vasitəsindən vasitəliyə çevirdiyimiz zaman birinci növbədə cümləmizdəki sual cümləsi çevrilib nəqli cümlə şəklində olacaq. Bayaq da misal vermişdik. Məsələn, cümlədə deyir ki, o dedi, what's your name? Sənin adın nədir? İndi bunu çevirəndə bu cümləmiz sual cümləsidir, elədir mi? Biz complete sentence şəklində izah elədiyimizdə nə dedik? Dedik ki, oradakı cümləmiz necə olurdu? Nəqli cümlə olurdu. Yəni, yanınıza gəlsin ki, bağlayıcıdan sonra köməkçidən yuxuda xəbər olmaz. İndi burada fikir verin. Cümləni nəqli cümləyə çevirəcəyik. Nəqli cümləyə çevirəndə necə eləyəcəyik? Bu izi keçirəcək hara? İzi çeviririk hara? Your name-dən bu tərəfə. Necə olacaq? What? Your name çevrildi, nə oldu? My name was. What is your name? Sənin adın nədir? O mənim adımın nə olduğunu bilmək istəyirdi. O soruşdu, sənin adın nədir? Yəni, indiki zamanı soruşur. Onu çevirəndə necə çevirəcəyik? O mənim adımın nə olduğunu bilmək istəyirdi. Mənim adımın nə olduğunu. Və yaxud da, he asked, how old are you? İndi yenə bunu nəqli cümləyə çevirəcək, necə deyəcək? How old he was. Məsələn, you yerinə nə dedik burada? Mən soruşdum, sənin neçə yaşın var? Mən bilmək istəyirdim ki, onun neçə yaşı var. Yəni, burada you, səni soruşuram. Sən yerinə nə olacaq? O da, yəni o. Bir də burada nə var? Ümumi sual cümlələrində, burada fikir verim, olmazları da qeyd etmişəm. Was my name olmaz, yəni söz sırası etibarilə. How old was he olmaz, məsələn, burada fikir verirsə. Bir də burada nə var? Ümumi sual cümlələrində nəyə fikir vermək lazımdır? He asked me. Do you like football? Sən futbol xoşlayırsan, bu ümumi sual cümləsində sual sözü yoxdur. Bayaqçıda sual söz var idi deyə, məsələn, votdursa elə votu götürüb qoyduq ora, haldısa hal götürüb qoyduq ora. Amma burada sual sözü yoxdur. Məsələn, deyir ki, o soruşdu məndən, do you like football, sən futbol xoşlayırsan, bu ümumi sualdır da, hə? Ümumi sual cümlələrində biz burada bağlayıcı yerinə if yaxud da ve də qoyuruq. Ifin mənası mümmi deməkdir. Vedanın da mənası mümmi deməkdir. If və yaxud da ve də qoyuruq, amma cümlədə zaman çevrildi nəyə? Keçmişə. Do you like football necə olacaq? If I like football, mən futbolu xoşlayırdım mı? Keçmişə çevrilmiş oldu. Niyə keçmişə çevrildi? Çünki cümləmizdəkin başındakı hissə nədir? Keçmiş zamandır. Keçmiş olduğuna görə cümləmiz hansı zamana çevrilmiş oldu? Keçmişə. I asked him, are you afraid of snake? Sən ilandan qorxursan mı? I asked him, if qoyduq yenə deyil şəkildə. Burada ifin mənası yenə mühümlidir. He, burada bir şey unutmuşuq orada. Səhvlik nədir orada? If he zaman dəyişilir nə olacaq? If he was afraid of snakes şəklində olmuş olacaq. Yəni burada to be afraid of da çevrildi hansı zamana? Keçmiş zamanda olduğuna was afraid of. Daha sonra biz sual cümlələrimizdə fikir verəcəyimiz şeylər nədir? Ask, want to know-dan sonra biz that işlətmirik. Bunu bilmək lazımdır. He asked me, do you know that boy? He asked me if I knew that boy. Yəni burada that qoya bilməzsən. Askdan sonra that olmur. Ancaq nə olur? Ya if olur, ya ve də olur ümumi sualda. Xüsusi sualda isə nə olur? Sual sözlərinin özləri. Who, what, where, how və s. və ilə. Əmr, xahiş və nida cümlələri məhsula çevrildikdə nə baş verir? Əmr, xahiş cümlələrində məhsula çevirdiyimiz zaman
Deməli, the teacher said, listen to me. Məsələn, bu cümlədə müəllim dedi ki, mənə qulaq asın. Məsələn, bu cümlədə çevirdiyimiz zaman nə baş verəcək? Bu cümləmizi çevirdiyimizdə cümləmiz mürəkkəb tamamlıq quruluşu şəklində olmuş olacaq. Məsələn, burada axı mübtəda yoxdur. Listen to me cümləsində mübtəda varmı? Yoxdur. İndi bax, asked qoyduq. Asked'ın buradakı mənası xahiş etməkdir. Asked xahiş etdi kimə? Kimə xahiş edib? Bizə xahiş edib, düzdürmü? Ya da mənə ola bilərdi. İndi asked, ask oldu. To listen. Niyə to listen gəldi? Bizə qulaq asmamızı xahiş etdi. Deməli, əmr cümlələrini vasitəsindən vasitəliyə çevirdiyimiz zaman xəbərdən sonra nə gələcək? Tamamlıq. Ondan sonra nə gələcək? To-lu feil. Yəni, mürəkkəb tamamlıq quruluşu. Eyni şəkildə, məsələn, my father told me turn off the TV. Necə deyəcək? My father wanted me to turn off TV şəklində olmuş olmalı. Və yaxud da I told my brother don't touch my PC. Burada fikir verin. I ordered, bu əmr formasındadır da. I ordered my brother not to touch my PC. Niyə don't olmadı burada? Mürəkkəb tamamlığın tərkibindəki məsdərin inkar formasının düzəlməsi necə idi? Məsələn, deyirəm ki, xatırlayırsa, he made us study. Məsələn, burada meydə görə nə gəlmişdi? Tutusuz. İndi bunun inkarını verəndə, yəni, he made us not speak. Nə demək bu mənası? O bizi danışmamağa məcbur etdi. Burada made'dən sonra nə gəldi? Yəni speak gəldi, tutusuz feil. Bunun inkarını düzəltmək üçün necə düzəltməliyik? Qarşıdan not qoymalıyıq. Mən mürəkkəb tamamlığın tərkibindəki tamamlıqdan sonra işlənən feilin inkar formasını düzəltmək üçün sadəcə qabağına nə qoyuruq? Not, üstə gəlinsin verb, verb ing və to-lu verb. Deməli, mürəkkəb tamamlığın tərkibində tamamlıqdan sonra işlənən feilin inkar formasını düzəltmək üçün sadəcə qabağına nə qoyuruq? Not. Məsdərin inkarını düzəltmək üçün sadəcə not qoymalıyıq. Feil sifətin inkarını düzəltmək üçün sadəcə not qoymalıyıq. Niyə don't qoymuruq? Çünki zaman deyil axı bu, məsdərdir. O bizə danışmamağı məcbur etdi və yaxud da tövsiyə etdi və s. və yaxud. İndi burada da fikir verirsinizsə əgər I ordered my brother, mən əmr etdim qardaşımdan not to touch my PC. Və burada fikir verirsin not to touch. Test topuzunda bu tipdə suallar var. Order my brother not to touch. Yəni don't olmaz burada. Necə olmalıdır? Not olması lazımdır. Sonra əmr cümlələrini vasitəli nitqə çevirdiyimiz zaman ask, wanted, told, order kimi feillər işlənir. Bunlar bayaq dediyimiz şeylərdir. Sonra burada qeyri-adi bir şey yoxdur. Testlərdə nəyə diqqət etmək lazımdır uşaqlar? Bu məsələyə qayıdaq. Testlərdə ən vacib diqqət edəcəyimiz məsələlərdən biri nədir? 1. Tell, want to know-dan sonra, bir də ask'dan sonra, burada ask hər halda bu tərəfə sığmayıb. Bir də ask'dan sonra nə işlənmir? Ask'dan sonra that işlənmir. Qayda nömrə, vacib qaydalardan biri budur. Deməli, tell, want to know və ask'dan sonra that işlənmir. Qayda 1. İkinci qayda nədir? Say. Say'dən sonra that'in işlənməyi məcbur deyil. Say'dən sonra that işlənə də bilər, işlənməyə də bilər. Bir daha deyirəm, say'dən sonra that işlənə də bilər, işlənməyə də bilər. Əgər say'dən sonra, yəni bu zaman forması ola bilər, said də ola bilər, yəni keçmiş zaman ola bilərdir. Say'dən sonra tamamlıq gəlibsə, me, him, her, you və s. gəlibsə, ondan sonra mütləq to işləməli. Buna görə bu bunu sarlamışam ki, testlərdə ən vacib gözdən qaçan məsələlərdən biri say me verib, to'nu verməyib. Demək səhvdir. Üçüncü məsələ, biz tell'dən sonra bayaq dedik, that işlənmir. Amma tell'dən sonra tamamlıq gəlsə, sonra that işlənə bilər. Tell me that. Başa düşdün nədir? Bu çox vacib testlərdə lazım olan əhəmiyyətli məsələdir. Bax, səhv variantda qeyrilmişəm. Say me that verilsə səhvdir. Sonra tell that verilsə nədir? Səhvdir. Niyə tell that verilsə səhvdir? Çünki tell'dən birbaşa sonra that gəlməz. Tell me that olardı. Tell'dən sonra to işlənməz. Çünki niyə görə to işlənməz tell'dən sonra? Tell'dən sonra to necə işlənərdi? Aha, tell'dən sonra plus orada, plus işarəsidir. Yəni orada sadəcə üstünə xət çəkilib deyə plus düşmüşdür. Tell plus
To olmaz. Çünki niyə? Teldən sonra to işlənmir. Teldən sonra necə to işlənə bilər? Tamamlıq gəlsə sonra to işlənə bilər. Məsələn, deyirəm ki, he told me. Məsələn, burada işlə yoxdur, görürsünüz mü? Bir də deyirəm ki, he told me to, məsəl üçün, listen. Məsələn, bu mürəkkəb tamamlıqdır. Bu told'a görə nə oldu buradakı? To ola bilər. Və yaxud da, he told that olmaz. Amma necə olar? He told me that ola bilər. Yəni, testlərdə ən vacib məsələlərdən biri və birincisi budur. Deməli, əmr cümlələrini bayaq dedik, zaten bayaq dedik, yəni said çevrilib olacaq nə? Tell, ask, order, advise, warn. Ondan sonra gələcək tamamlıq, ondan sonra gələn feillər nə olmalıdır? To ilə. Əmr cümlələrində bir daha deyirəm. Tell, ask, order, advise, warn. Ondan sonra gələcək object, yəni tamamlıq. Ondan sonra necə olacaq? To-lu feil, inkarı nə ilə düzələcək? Notla düzəlmiş olacaq. Bu tiplərə aid hamısına aid sual deyəcəm sizə. Deməli, məsələn, close the window. The teacher said to me. Bu cümləni çevirir necə deyərsən? The teacher told me to close the window. Nədir bu? Əmr cümləsidir. Əmr xahiş. Bax, told'a görə nə gəldi? Məsdər gəldi. Told'dan sonra tamamlıq, sonra gəldi to-lu feil. Əmr cümlələri məqsəd çevirəndə necə oldu? Bayaq düstur dedik. Bayaq want, order, tell, bunlardan sonra nə gəldi? Tamamlıq, sonra to-lu feil. Bunlara diqqət etmək lazımdır. İnkarı da dedik ki, bayaq nə ilə düzəlir? Don't olmaz, necə olar? Not olmuş olar. Yəni don't olmaz. Don't çevrilib not olacaq. Notdur. Əmr olanda dedik ki, nə işlənəcək? Tell and order. Xahiş olanda ask. Məsləhət olanda advise. Xəbərdarlıq olanda warn. Qadağan olanda yəni warn-la tell olmuş olacaq. Bunlar bildikdə yəqin ki. Bunlara aid çünki testlərdə suallar çox var. Ona görə please help me, she said. She asked me to help. Bax, askdan sonra nə gəldi? Tamamlıq, sonra nə gəldi? To. Bunlar belə davam edir. Bayaq dediyimiz söhbətlərdir. Bir də məsələn, bu sualın üzərində desək, məsələn, don't be late, the teacher said to us. Məsələn, birinci niyə səhvdir? The teacher said us. Nə olmalıydı orada? Told olmalıydı. Said olmalı deyildi. Bir. Ona görə səhvdir. İkincisi, told us not to olmalıydı da. Buradaki gördüğünüz kimi. Bu niyə səhvdir? Yenə də told əvəz, said əvəzində told olmalıydı. Əmr cümlələrində. Bu bir məsələ. Daha sonra bizim burada bir də vacib olan məsələlərdən biri nədir? Bax, belə bir dənə testlərdə sual var. Sadəcə o sualın üzərində gələndə göstərəcəkdim, amma qarşımıza çıxdı deyə göstərirəm. Burada belə bir şey var. Məsələn, deyirsən ki, the little boy asked me to give a sweet. Burada askın mənası xahiş etməkdir. Mürəkkəb tamamlıq quruluşudur da. Aska görə tamamlıq gəldi, sonra nə gəlməlidir? To-lu feil. Balaca oğlan xahiş etdi mənə, nə? Şirniyyat verməli. İndi burada isə nə deyir? Askdan sonra əgər nəsə gəlsə, onda for işlənir. Məsələn, bax, the little boy asked me for a sweet. Yəni burada the little boy asked me sweet verilsə səhvdir. Testdə məsələn belə sualdır. Testin sualıdır, yəni cümləsidir. Sonra let's ilə başlayan cümlələrdə, let's ilə başlayan əmr cümlələrində məsulə çevirdiyimiz zaman suggest, propose kimi sözlər gəlir. Onlardan sonra that, üstə gəlir mübtəda, üstə gəlir should, üstə gəlir verb. Bu şəkildə bir quruluş olmuş olur. Bunu da keçən dəfə demişdik, yəni bunlardan sonra bu işlənmir, o belə bir şeydir. Məsələn, deyirsən ki, let's go to the cinema, he said, he suggested that we should go to the cinema. Bəli. Bu bir məsələ. Mən suggest'a aid burada misaldır, misal da budur. Məsələn, let's start the meeting, he said. He suggested that we should start the meeting. Let apostrof s'in qısası nədir? Let as da biz demək. Ona görə. Deməli belə. Mən burada əslində qeyd etmişdim burada. Deməli, buradaydı.
Suggest-a aid uşaqlar. Bizim misalımız nə idi? Suggest-a aid. Suggest-dən sonra ya gəlir nə? ING birinci qaydamız odur. Suggest-dən sonra 1. İkinci qaydamız, yəni suggest-dən sonra birbaşa feil gəlirsə ING 1. 2. Məsələn gördüyümüz kimi bax, they suggested trying the new restaurant. Burada ING. 2-də suggest-dən sonra that gəlir, sonra nə gəlir? Mübtəda üstə gəlinsin. Verb 3 yox. İndiki zamandakı feil. Zamana görə dəyişməz. Baxın, burada suggest hansı zamandadır? Keçmiş. Baxmayaraq ki, bura keçmişdədir, ondan sonra gələn feil indiki zamandadır. Niyə? Çünki bu əmr cümləsinin çevrilmə formasıdır. Əmr cümləsi hansı zamandadır? İndiki zamanda. Nə deyirsən? They suggested that we try the new restaurant. Onlar bizə yeni restoranı yoxlamamızı, dənəməmizi tövsiyə edirlər. Başa düşdü? Burada bir də subject verb var Bare infinitive, yəni məstər. Yəni indiki zaman. Zamana görə dəyişməmiş feil. Feil ancaq onda indiki zaman. Ancaq indiki zaman. Suggest-dən sonra, bax suggest hansı zamanda olmasına asılı olmayaraq, ondan sonra that gəlibsə, ondan sonra gələn feil nə olmalıdır? İndiki zamanda olmalıdır. Və yaxud da suggest that, ondan sonra gələn necə olmalıdır? Should üstə gəlsin V1 şəklində olmalıdır. Bax, they suggested we should try the new restaurant. Testdə olan suallar bu tipdədir. İndi test toplusundakı suallara baxaq. Test toplusundakı suallara baxaq. İndi başlayırıq birinci sualdan. Mən bilmirəm indi bunu ekrandan beləsə yaxşı olur, yoxsa oradan beləsə yaxşı olur. Hə? Görünür. Deməli, məsələn, birinci sualda, birinci testdə fikir verəcəyimiz şeylərdir. Bizim baxacağımız məsələ nədir? Deməli, ifdən sonra burada kənin işləməməlidir, düzdürmü? Vedədən sonra da onu işləməməlidir. Aska görə dət işlənmir, kən ayı olmur. Cavab variantımız oldu nə? B variantı. Bu bir. Növbəti sual. Növbəti sualımız nədir? 102. 102-ci sualda. Deməli, 102-də nə var? Deməli, fikir verirsinizsə, aska görə nə olmaz? That olmaz. Getdi variantdan. Said me, necə olmalıydı burada? Said to me olmalıydı. Buna görə səhvdir. Tolddan sonra nə işlənməzdi? That işlənməz. Buna görə səhvdir. İndi qaldı iki variant. Bax, burada said hansı zamandadır? Keçmiş. Said keçmişsə bu həz indiki ola bilərmi? Bu həz əvəzə necə olmalıydı? Had olmalıydı da. Qaldı cavabımız nə variantı? B variantı. Növbəti sual. Növbəti sualda nə var? Askdan sonra yenə eyni zamanda nə işlənməyəcək? That işlənməyəcək. 1. Teldən sonra yenə that işlənməyəcək. Wandadan sonra yenə that işlənməyəcək. Sonra Y'də nə olmaz? Do ay olmaz. Necə olmalıydı? I do olmalıydı. Qaldı cavabımız nə variantı? Ha? Do I love the ice cream? Olmaz, sual cümləsi. Olmaz, belə bir şey. I olsaydı, I do olur, I did olur. Ha, I do olur, yoxsa I did olur. Yəni orada fikir verəcəyimiz şey nədir? Cümlənin zamanı indiki zamandadırsa, bu tərəfdə zaman dəyişməyə ehtiyac yoxdur. Keçmiş olsa zaman dəyişər. İndi burada nədir məsələ? Məsələn, burada say var, saydən sonra she gəlir. Burada elə bir ki, biz bayaq dedik ki, saydən sonra that gələ də bilər, gəlməyə də bilər. Bayaqlarım dediyimiz məsələn, buradan qeyd eləsəm mən. Birincisi nə idi? Say, sonra say, me, him, belə bir şeylər. Ya da tell, me, him və s. Bunlardan sonra nə gələ bilər? That. Mötərizdə yazılan that-dir. Niyə görə? That gələ də bilər, gəlməyə də bilər. Amma əsas məsələ odur ki, askdan sonra, wandadan sonra, telldən sonra, want to know-dan sonra that işlənməz. İndi sual tipləri bu ardıcılıqla devam edir. 104-cü sualda nə var?
Told'dan sonra nə işlənməz? That işlənməz. Said to me getdi. Sonra said yenə nə olmalıdır? To me. Ask me that. Olmaz. İndi bax C düzdür. Deyəcəyiz told'da nə tər to işləndi? Bayaq dediyimiz kimi tell me that ola bilər də. Ona görə cavab oldu nə? C variantı. Başa düşülür? Deməli, növbəti 105-ci sualda ask'dən, ask'dan sonra that işlənmir. Ona görə birbaşa bu variantımız nədir? Səhvdir. Gedirik növbəti variantımıza. Burada nə var? Say to me olmalıydı. To me. Sonra told'dan sonra that işlənmir. Düzdürmü? Sonra said'dən sonra indi bax iki variant qaldı. Told me if she had a job interview the day before. Sonra said that she had a job interview the day before. Burada səhv hansıdır? Burada tamamlıq olmalı deyil. Şeydən sonra. Necə olmalıdır? Tamam. Yox, şeydən sonra that gələ bilər də. O da bence if olmalı. Told'da if olmurdu. If arasında olurdu. Ask'dan sonra olurdu. If ask'dan sonra olurdu. Bayaq dedik axı. If'in mənası nədir? Mumi. If nədən sonra olurdu? Sual cümlələrindən sonra. Ask, wonder, want to know bunlardan sonra olurdu da if. Ona görə cavabımız hansı variant olmuş olacaq? D variantı. Bir de orada say'den sonra to me yazacak. Yukarıdan. İkincisinden say to me olmalıydı. Say to me yazmalıydı. Bəli. Bayaqdan to deyə duyuruq. Burada to yazmamış. Me, him, yaxşı. Cəmaatı səhv verdi. Say to me. Tell me, say to me. Bəli, bayaqdan deyirik ki, say'dən sonra to gəlməlidir. Orada to yazmamış. Bəli, bir işe yarar. Buradan mağazanın aşağı görə bilərsən, ən azından. Bəli. Mağazı səhv verir. Deməli, warned me, bax burada, A'da necə olmalıydı? Warned me necə olmalıydı burada? To. Bayaq dedik də əmr cümlələrində necə idi əmr cümlələrində? Əmr cümlələrində çevirdiyimiz zaman necə idi? Want, sonra wonder, sonra nə idi? Order, sonra nə var idi? Warn, advise. Bunlardan sonra nə gəlir uşaqlar? Bunlardan sonra gəlir nə? Object, yəni tamamlıq. Sonra nə olurdu? To-lu verb. Əmr cümlənin çevirində belə idi də, hə? İndi burada warned me, burada necə olacaq indi? To. Warned me not to, bunu saxlayırıq. Said me not to eat junk food. Olar mı bu? Biz bayaqdı ki, say'in yeri necə olmalıydı dedik əmr cümlələrində? Say'in yeri nə olmalıydı dedik bayaqlarım? Say'in yerinə bunlar işlənirdi də uşaqlar. Say'in yerinə bunlar işlənirdi də. Tell və yaxud da wonder, want, order bunlar işlənirdi. Say olsa to olar. Say to me olmalıydı həm də. Sonra told to me to eat. Told'dan sonra to olmurdu bayaq dedik qaydada. Sonra advise me, don't yeri necə olmalıydı? Not to eat. Cavabımız nə variant olmuş olacaq? B variantı. Deməli, növbəti sualda she said she was tired. Cümləyə fikir verin. Said'dən sonra birincisi said keçmişdi, is indiki olmaz. İkinci said'dən sonra if gəlmirdi. Sonra told'dan sonra that gəlmir. Said to me olmalıydı. Sonra told'dan sonra that işlənmir. Qaldı A. İndi deyəcəyiz ki, burada said'dən sonra that işlənmədi axı. Burada mötəzdə yazmışdı, onsuz da. Buna görə qaldı cavabımız. Növbəti. Ama orada to yok. Çünkü for değil de şeydi. Harada? Say, demek say şey olmuş. To bize O ayrı cümlədir də, o ayrı cümlədir. Dəhti elə görə sayılır sadəcə. Deməli, they said. Bax, they said they not like. Bu elə bir ki, bax, bu said var. İndi bu burada said'dən sonra Z gəlir. Bu said'ə görə deyil də, bu ayrı cümlədir. Yəni sən deyin o said to me o deyil. Onlara demir də. Bəli. İndi bu burada they'dən sonra not like diye bir zaman forması var mı? Not like var mı? Necə olmalıydı orada?
didn't like olmalıydı. Sonra burada növbətidən qalıqda yaxşı görünür. Ha. Deməli, burada B variantında necə olmalıydı? Said they didn't like the movie. Bunu saxlayırıq hələlik. They told they didn't like this movie. They said they didn't like the movie. İndi variantlara fikir verin. Toplam söyleyeceğim. Ha? Toplam söyleyeceğim. Toptan sonra we. They told we didn't like this movie. Şimdi bu burada we yerine necə deməliydik burada? Asla. Yox, they olmalıydı da. Onlar deyirlər ki, onlar xoşlamadılar da. We yerine, yəni onlar deyiblər ki, biz xoşlamamışıq. Çevrəndə necə olacaq? They, onlar xoşlamayıblar. They said they didn't like this movie. İndi bax bu cümləni saxlayırıq. Bir də nəyi saxladıq? Yaxşı, bu topdan sonra dət işlənmir. Hə, indi bu iki varianta baxın. İki variantın arasındakı fərq nədir indi? Ay soğul. Burada this yerinə olmalıydı, dət olmalıydı. Qaldı cavabımız nə variantı bir. Bayaqlarını dedik ki, biz vasitəsindən vasitəyə çevirdiğimiz zaman this çevrilib nəyə çevrilməliydi? Dət olmalıydı. C variantı olmalı. Çevir, bayaqlar. C niye olmadı? Çünki burada this movie yerine that movie olmalı. C variantı niye olmadı? Çünkü we yok, Z olmalıydı. Hem de orada da istedim. Ha? Orada da Hem de this var da. Onda bir de as olur. Ne var? Yok as olmalı değil orada. Orada as olmalı değil. Bu ayrı cümledi. Orada Yani değişik ha da onlar bizim hoşlamadığımızı dediler. Bu film yerine o film olardı hem. Hem o film olardı, hem de onlar dediler ki onlar hoşlamadılar da, yani onda olmalıydı they. Sonra she told me that. Bak told hansı zamandadır? Geçmiş. Finish hansı olmalıydı? Finish'i de olmalıydı. Sonra burada said hansı zamandadır? Geçmiş. Has necə olmalıydı? Had. Sonra aska göre that işlənmir. Sonra geldik bu varianta. Said hansı zamandadır? Geçmiş. Finish necə olmalıydı? Finisher. Qaldı cevabımız ne variantı? Ne variantı? Növbəti. Deməli, said that. İndi burada fikir verin. Said keçmiş zamandadırsa, will çevirib ne olmalıydı? Would olmalıydı. Bu bir. Sonra told'dan sonra that işlənmir. Bu getdi. Sonra Hem S'de sonra bir olmaz Y gördü. said'den sonra burada will olmaz, yani would olardı. Ha o tomorrow A'da olmadı. Next. A'da tomorrow yerine deməliydik, next day deməliydik. Bayaqlarını deyə dəyişir. Aferin sizə. Cavab oldu nə? Ne variant. Mən ekrana yan durmuşam, yaxşı görə bilmirəm bəzən. Deməli, she asked me that olmaz. Said keçmiş zamandadırsa will olmaz, necə olardı? Would olardı. Sonra topdan sonra that işlənmir. Said varsa said'den finish olmalı. Tomorrow burada necə olmalıydı? Hem de will əvəzi necə olmalıydı? Would olmalıydı. Tomorrow yerine de next day olmalıydı. Qaldı D variantı. Getdik. Avam. Yok. Dedim. Aha. Deməli, burada ne var? Told'dan sonra that yine işlemi. Sonra said to me olmalıydı yine variantta. Told him. Bak şimdi told'dan sonra eğer tamamlık gelse ondan sonra gelen fiil necə olması lazımydı? To ile mürekkep tamamlık kuruluşudur da. Told'dan sonra tamamlık gelse ondan sonra gelen fiil necə olur? To ile mürekkep tamamlığın 3. sırası. Burada told he yok, necə olmalıydı bəli? Him olmalıydı. Qaldı variantımız ne variantı? Bence var. Bak sen tələsmə. Told him to be. Ne oldu uşaqlar? Told'dan sonra tamamlıq gəlib, sonra ne geldi? Məsdər gəlmiş oldu. Növbəti.
Aha. Suggest. Suggest'in qaydasını bir dənə xatırlayaq. Suggest'in qaydası necə idi? Burada çünki suggest'e ait suallar olacaq. Suggest'in qaydası Suggest'in qaydası uşaqlar buradaydı. Birinci qayda o idi ki, suggest'ten sonra gələn fe'limiz necə olmalıydı? Ayıncı olmalıydı. İkinci, suggest'ten sonra dərk gəlir, mübtəda, sonra nə olmalıdır? İki zamanda olmalıydı. Yəni, məslər formada. Daha sonra nə olmalıydı? Dərk gələndə should verb şəklində olmalıydı. Yəni, suggest'in 3 dənə əsas forması var. Yəni, bunlarla yaxınlaşdırıb bir şeydə görə bilərik, bir ekranda görmək olar yəni. Səhv quruluş. Yəni, bir ekranda hamısını görmək üçün belə yaxınlaşdırdım. Deməli, birinci suggest verb ayıncı, 2 suggest that mübtəda üstə gəlinsin verbi, 3 suggest that mübtəda should verbi şəklində. 3 dənə quruluşumuz var. Bax, suggest'in bu 3 quruluşunu yadda saxladıq. Deməli, keçirik indi sualımıza. Suggest'dən sonra nə gəlməzdir? Suggest'dən sonra as gəlib, sonra to gəlməz. Düzdürmü? Suggest, as, that. Belə şey olmur. Suggest'dən sonra mən nə axtarmalıyam? Ya verb ayıncı axtarmalıyam, ya da that axtarmalıyam. That olandan sonra mübtəda və 3. Yəni ayıncı olmaz da təzən burada. Bax, suggest'dən sonra that gəlib, sonra mübtəda xəbər. Demək, quruluş nədir? D variantı. Yəni suggest'in bir quruluşu. Bir quruluşu nə idi? Verb ayıncı idi. İkinci quruluşu suggest'dən sonra that üstə gəlinsin, mübtəda üstə gəl vermir. Şəklində olmuş oldu. Bir də nə var idi? Suggest'dən sonra bir dənə də that gəlib. Sonra mübtəda sonra. That. Ondan sonra nə olurdu? Mübtəda üstə gəlinsin, should üstə gəlinsin vermir. Yəni, suggest'in 3 dənə forması vardır. Deməli belə, davam edək. Suggest. Suggest'dən sonra ayıncı gəlməli, to gəlməz. Ayıncı gəlməli demişkən, o ayıncı adadır, B'dir. Suggest that we went. Bu səhv nədir burada? Went yerine nə olmalıydı burada? Go olmalıydı. Suggest us going. Yəni, belə quruluş yoxdur. Suggest go, go yerine olmalıydı nə? Going. Düzgün cavab nədir? Sonra, biz suggest'in niyə elə əmələ gəldiyini bayaq dedikdə əslində. Suggest nə idi uşaqlar? Let us'la olan cümlələrin əmr cümlələrin çevrilməsidir də. Deməli, John suggested. Suggest'dən sonra nə gəlməlidir? Ya that axtarmalı, ya ayıncı. Variant hansı bunda? Ayıncı. Cavab oldu, Y var. Burada Y. Daha yeni işarələrlə dərslikməydim. Deməli, suggested. Yenə nə axtarmalıyam? Suggest'dən sonra ya ayıncı axtarmalıyam, ya da verb ayıncı. Ya verb ayıncı, ya da that axtarmalıyam. To olmaz. Bu getdi variantda. Sonra advise. Advise'dan sonra feildirsə, feildən sonra ikinci feilin nə olması lazım idi? Advise'dan sonra gələn feilimiz, bax, advise, sonra order, command. Bundan sonra gələn feilimiz nə olmalıdır? To'lu verb olmalıdır. Bizim uşaqlar. Şimdi burada advise, to forget olmalıydı. Sonra order, not to forget olmalıydı. Suggest'dən sonra to olmur. Advice'dan to olan variant hansıdır? Y variantı. Cavab oldu nə? Y variantı. Anlaşıldı? Növbəti. Ask. Ask. Ask'a görə nə olmalıydı? To stop. Ask'a görə to stop. Order'a görə to olar mı? Order'a görə to olar mı uşaqlar? Order'a görə to olar. Saxlayırıq da eləlik. Suggest us. Belə quruluş yox idi. Ordered me. Necə olmalıydı? To stop. Asked. Necə olacaqdı? Not to stop. To olmalıydı. Cavab variantı hansı variant oldu? B variantı. Yəni order'dan sonra gələn feilimiz nə olmalıdır? To ilə. Burada qeyd etmişəm.
advise, order, command. Bunlardan sonra nə gəlir? To gəlir. Növbəti neçə sual ümumi? 145. Aha. Deməli belə, orderdan sonra gələn fe'limiz necə olmalıydı? To ilə. Bu getdi variantdan. Askdan sonra gələn fe'limiz necə olmalıydı? To ilə. Yəni askdan da sonra birbaşa fe'il gəlibsə, nə ilə olmalıdır? To ilə olmalıydı. Sonra warn me to olar. Bayaq qeyd etmişdik orada, sildim bayaqları. Deməli, warn və yaxud da order, mürəkkəb tamlıq quruluşuydu da. Necə idi orada? Order, warn, bunlardan sonra, mesela bunlardan sonra object yenə to gəlir. To'lu verb, to verb. Yəni bunlardan sonra tamamlıq gəlmədən to'lu verb gəlir, tamamlıq gəlmədən to'lu verb gəlir. Deməli, warned me, yenə burada nə olmalıydı? To. Warned that, yenə də belə quruluş yoxdur. Mübtəda olmalıydı da orada, mübtəda yox. Qaldı cavab nə variantı? C variantı. Növbəti sualımız. Ondan sonrakilər dedik ki, asandır. İndən sonrakilər asandır bu quruluşlar. Bunlarda necə idi quruluşlarımız? Deməli, fikir verəcəyimiz şeylər birinci növbədə nədir? Bağlayıcılar. Yəni, vaydan sonra iz gəlməz, düzdürmü? V'dən sonra was gəlməz, sonra ifdən sonra had olmaz. Söz sırasını tapandan sonra, V'dən sonra da bitmiş olmur. Qaldı cavabımız nə variantı? B variantı. Növbəti sualda yenə söz sırası V'dən sonra do gəlməz, V'dən sonra did gəlməz, sonra want to know'dan sonra that gəlməz, V'n də bitmişdə işləmir. Qaldı cavab nə variantı? D variantı. Eyni şəkildə bu sualda da eyni şeydir. Mən orada olmanın vacibliyi yoxdur. Ifdən sonra had gəlməz, V'dən sonra yenə had gəlməz. Sonra aska görə, askdan sonra that işləmir. Söz sırası düz olsa belə, V'dən sonra indiki bitmiş ola bilməz. Qaldı variantımız nə variantı? D variantı. Yenə gəldik. Söz sırası etibarilə birinci söz sırası səhv olanları çıxsaq. İfdən sonra had olmaz, bu getdi. Sonra aska görə that gəlməz, V'dən sonra köməkçi feil gəlmir. V'dən sonra indiki bitmiş gəlmir. Yenə askdan sonra that gəlmir. Söz sırası etibarilə V sözündən sonra had gəlmir, getdi. Sonra V'dən sonra have gəlmir, getdi variantdan. İki variant qaldı. Söz sırası düz olsa belə V'dən sonra have gəlmir, qalır cavab A variantı. Növbəti sualda ask var. Askla that olmur. V'dən sonra have olmur. Sonra V'dən sonra had olmur. Yəni köməkçi feil, sonra mübtəda gəlməz də söz sırası. V'dən sonra bitmiş olmur. İndiki bitmiş qaldı deyil. İndi burada məsələlərimiz nə idi bizim? Keçən səfər qaydamızda qeyd etmişdik ki, indirect speech qaydasında qeyd etmişdik ki, who'dan sonra birbaşa xəbər gələ bilir. Demişdik ki, who'dan sonra nə gələ bilər? Birbaşa xəbər və yaxud da mübtəda xəbər. Who'nun mənası bilirik ki, həm kim deməkdir, həm də nə deməkdir? Kimi kimə. Məsələn, he wanted to know who saw them. Kim onları gördü? Və yaxud da who they saw ya da whom they saw. Kimi onlar gördü. Yəni, who'dan sonra mübtəda xəbər də gələ bilər, birbaşa xəbər də gələ bilər. Bu quruluşu yadda saxlamaq lazımdır. Və yaxud da yuxarıdakı cümləyə ki versəz, I want to know who is Tom speaking to. Cümlə düz deyil. Çünki niyə düz deyil? Niyə düz deyil uşaqlar bu? Who'dan sonra ya birbaşa xəbər gəlməlidir, ya da mübtəda xəbər. Whom'dan sonra mübtəda xəbər olarmı? Olar. Kimə Tom danışır? Yəni eyni şəkildə. Bax, bu 2 ilə 3 eyni şeydir, bir-birinə bərabərdir. Kimə Tom danışır? Kim danışır Toma? Who'dan sonra birbaşa xəbər. 2, 3, 4. Bir olmadı çünki niyə? Who'dan sonra nə birbaşa xəbər gəlməyib, nə də mübtəda xəbər gəlməyib. Ona görə qayıtsaq misala, bax, who'dan sonra birbaşa xəbər. Demək ki, düzdür. Amma whom'dan sonra birbaşa xəbər gələ bilməz. Who'dan sonra mübtəda xəbər. Düzdür. Who'dan sonra köməkçi və mübtəda xəbər sual cümləsi şəklində səhv. Cavab oldu nə? 1, 3. Növbəti sualımız nədir? Növbəti sualımızda eyni sualdır. Yəni who'dan sonra birbaşa xəbər
gələ bilər. Bir də hudan sonra mübtəda, daha sonra xəbər gələ bilər. Cavab oldu 1-3. Eyni sualdır. Daha sonra gəldik bura. Why'dan sonra does, when'dən sonra has, whether'dan sonra did. Bu variantdan çıxdıq. Sonra traffic mübtəda, sonra xəbər gəlməlidir. Düzdürmü? Ona görə cavab oldu nə? A. B niyə səhvdir? Xəbər sonra mübtəda gəlib deyə səhvdir. Sonra gəldik bura. Why'dan sonra did gəlməz, where'dən sonra does gəlməz. Birinci söz sırası səhv olanlar çıxdı. Söz sırası düz olsa iki dənə şeyə baxmalıyıq. Bir dətə, bir də venə. Ven'dən sonra bitmiş gəlmir deyə çıxırıq. Aska görə də dət gəlmir deyə çıxırıq. Qalır cavab A. Yenə why'dan sonra does'ı çıxdıq. Why'dan sonra had'i çıxdıq. Sonra when'dən sonra did'i çıxdıq. Cümləmiz ask keçmiş zamandadır. Keçmişdirsə indiki has olmaz. Qaldı cavab D variantı. Yenə suggestlərə gəldik. Suggestlərin qaydası nə idi? Suggestdən sonra ya ing gəlir, düzdür. Suggestdən sonra ya da that gəlir, sonra mübtəda, sonra should gələ bilər. Demək 3. Niyə bunlar səhvdir? Suggest, ask, going elə bir şey yoxdur. Suggest you to go elə şeylər yoxdur. Bu quruluşlar yoxdur. Suggestdən sonra ya birbaşa ing, ya that gəlir, mübtəda, should gəlməlidir. 1-3. İndi 31-ci sualda yenə fikir verin. Bax burada suggest'in bütün qaydaları var. Yuxarıda qeyd etdiyimiz. Suggest'dən sonra ya ing ya da that gəlir mübtəda, sonra should gələn variant var burada. Should. Bunu silin, öyrənsün. Should go. 2. Bir də nə olar? That gəlib mübtəda xəbər. Çünki tamamlıq gəlib sonra ing, tamamlıq gəlib sonra to olan yoxdur. Yəni suggest'dən sonra ya birbaşa ingili feil gəlməlidir, ya da that gəlib, sonra mübtəda, sonra nə gəlməlidir? Normal feil gəlməlidir. Bu quruluşa diqqət etmək lazımdır. Gedirik növbəti sualımıza. Növbəti sualımızda recommend var. Eyni şeydir suggest-lə recommend, eyni şeydir. Tövsiyə etmək. Suggest-lə recommend eyni şeydirsə, burada fikir verəcəyimiz şey nədir? Yenə 1, 2 və 5. Yenə deyir, sadəcə recommenddən sonra tamamlıq gəlir, sonra nə olmalı deyil? ing olmalı deyil, tutsuz olmalı deyil. That olub, mübtəda, should, ing, bir də 5. Nə oldu? 1, 2, 5, B variantı, ha? B variantı. Sonra deyirlər, B-ni işarələmədik. Deməli, 33-cü sualda ask. Bax, bayaq ki, mən dediyim söhbətdir. Ask'dan sonra, bayaq məndən necə dedim, ask'dan sonra iki variant var idi da. Bayaq biz ask haqqında danışdıq, xatırlayırsınızsa. Qayda orada necə idi? Ask'dan sonra nəsə gəlibsə, o hara getdi bilmirəm. Yuxarıda idi. Ha, burada. Deməli, ask'dan sonra əgər kimsə gəlibsə, ondan sonra olan feil necədir? Tuludur. The little boy asked me to give a sweet. Görürsən, ask'dan sonra burada qeyd etmişdi, aysa o. İndi sadəcə olaraq ask'dan sonra tamamlıq gəlir, sonra to. Ask'dan sonra nəsə gəlibsə, insan gəlməyibsə, nəsə gəlibsə, ask for something. İfadədir, ask for something. The little boy asked me for a sweet. Yəni burada for olmalıdır, sonra nə olmalıdır? Cansız. Yəni for olmasa olmaz. Ask me a sweet elə cümlə olmur. Aysa, ask somebody for something, məsəl üçün. Ask somebody for something. Deməli, quruluş etibarilə bu şəkildə olduqdan sonra, indi misalımıza baxsaq, birincidə I asked the assistant for a receipt və yaxud da librarian asked me turn. Burada səhv nədir? Ask me to turn. Burada qeyd edirəm, ask for something. Yaxud da ask somebody to sonra verb. İndi burada to olmalıydı. Ask me to move. Ask me burada necə olmalıydı? Not to park. Cavab oldu nə variantı? 1-3. 1-3 nə variantındadırsa o variantdır. 1-3'e baxmaq lazım. Haradadır? 1-3 haradadır? Neymiş? 1-3 B'dəymiş.
Deməli, gəldik yenə suallara. He said that I should try harder next time. He told I try harder next time. He suggested that I try harder next time. He suggested me going. Burada he suggested me going bu səhvdir. Bu getdi. 3 düzdür. İndi gəlirik 1 ilə 2-yə. 1 ilə 2-də nə var? Şeytan sözler. Toptan sonra ay olmazdı. Toptan sonra miyim I olardı. Sadece orada he told I try yok necə olmaydı orada? I would try. I would try. Yani kesmiş olmalıydı da yani. Try yaxın dikidir. Told keçmişdirsə, buradan sonra nə gəlməlidir? Keçmiş gəlməlidir də. Ona görə qalır nə? He said that I should try harder next time. Would should var ya, keçmişə nəzərən gələcək. Aynen be ilə should işləyən, geri qalanına would işlənir də. Yəni orada odur da, yəni I should try harder next time. Yəni orada I should try. Gələn dəfə daha yaxşı cəhd edəcəm. Keçmişə nəzərən gələcək. Suggest that I should, düzdür bir, bəli bir düz. 2 said me that. Said to be olmalıydı burada. Sonra suggest me going ile kuruluş yok idi. Suggest'ten sonra bir başa ing olan kuruluş var idi. Yani burada qeyd etmişik. Suggest'ten sonra bir başa ing, that gəlib mübtəda should olan variant vardır. Növbəti 136-cı sual. Deməli, recommend that we should take a break. Suggest-dən eyni şeydir, recommend. Sonra 2 niyə səhvdir, tolddan sonra that gəlmir. 4 niyə səhvdir, recommend us going olmur. Kuruluş etibarilə. Bayaq dedik ki, burada suggest kimidir da, birbaşa ya ing, ya da nə olmalıdır, that gəlib, mübtəda xəbər gəlməsi lazımdır, vacibdir, mütləqdir. Deməli belə, he asked to close the window. Düzdürmü? Askdan sonra birbaşa feil gəldiğinde ne olmalıdır? Buyurun, burada qeyd etmişəm. Sonra asked not to olmalıydı da, not to close. Sonra suggest'ten sonra ne olmalıydı? ing olmalıydı. Closing olmalıydı da, düzdürmü? Ask me not to close, bu düzdür. Cevap oldu ne variantı? 1 ilə 4. 1 ilə 4. Deməli, növbəti 138-də suggest'dən sonra nə gəlir? ing. Sonra suggest that we have olar. Suggest'dən sonra nə olmalıydı bu have? Having olmalıydı. Have yerinə olmalıydı. Having. Buna görə səhvdir. Sonra 4 niyə səhvdir? Suggest'dən sonra ing olmalıydı yenə. Having. 1, 2. Bu indi burada fikir verirsiniz. Suggest that gəldi. Mübtəda verilir. Suggest that mübtəda verilir. Burada 2. Yəni have orada sahib olmaq verilir. Axırıncı sual desən, sən? Yox, hələ 5 dənə sual var. 139'da suggest'ten sonra ne olmalıydı? ing. Suggest'ten sonra ing olmalıydı. Suggest that we try. 2 düzdü. Order'dan sonra ne olmalıydı? To try olmalıydı. Ing olmalıydı. To try. Recommend'den sonra ing düzdü. Deməli 2, 4, 5'i görə bilmirik. Biraz nataraz oldu. 2, 4 var idi da cevabında. Yok. Deməli, suggest'ten sonra dediği ing olmalıydı. Bu getdi. Sonra suggest that we try, bu düz. Sonra order'dan sonra to olmalıydı dedik. Bu da getdi. Recommend'den sonra ing düzdür. 2, 4. Suggest we should try. Düzdür mü? That olmasa da olar da yani. Elə bir ki burada that var. Sonra we should olur da. 2, 4, 5. 2, 4, 5 de hansı variantdadırsa? D variantından 2, 4, 5.
40. sualda the little boy asked me bayaqki söhbətdə, bayaq dediyimiz qaydada yazdığımız söhbətdir. Asked me for a sweet, bir düz. 2-də asked for a sweet olmalıydı. Sonra asked for a copy of letter, bu düz. Burada ask'tan sonra cansız gəlibsə nə olması lazımdır? Ask for something. Ask'tan sonra cansız gəlibsə ancaq for olmalıdır. Var mı yenə sual? 3 dənə. 3 dənəsi digər şəkildədir. Hamısı cavabı geldi. Onları yazmışam. Kopya verdin, al. Deməli, burada yenə ask for me olmur da, düzdür mü? Ask'tan sonra insan gəlibsə ask me. Ask'tan sonra insan gəlibsə ask me. Ask me to give. Bayaq dedik də ask'tan sonra insan gəlibsə sonra to olmalıdır. Ask'tan sonra cansız gəlibsə bu ask somebody to fail sonrasında ask for something. Ask for a glass of milk. For. Ask me to give. Kaldı cevap iyi var. 142'de said. Said varsa it was so foggy that day as it was yesterday. Sonra isn't-lar birinci çıxart, yaxşı. Rahat var yani. Isn't-lar çıxır çünki cümlə said keçmiş zamanlarda. Sonra the day before demək nə qaldı indi variantlarda? It wasn't so foggy that, ha? Yesterday olmalı değil de burada. The day before olmalıydı. Ha, ben göre bilmirəm today'i. Ben dığda today var, aşağıda that day. Ha, düzdür. Today var məncə. Ha, burada today. Today'dan sonra today. Yox, mən düzgün görə bilmirəm, yəni yaxınım deyə. Qaldı cavab nə variantı? Y variantı. En sonuncu sual. Yani told'dan sonra that olmur, varianttan çıktık. Sonra yine that olmadı, bunda çıktık. Tomorrow olmalı. D variantı tomorrow yerine olmaydı. The next day. Aha. C'de ne var? Is var. Is yerine olmaydı. Was olmaydı. Kaldı Y variantı. Bu da sonuncu sualımız. İnşallah ki her biriniz için xeyri olmuş olar. Uğurlar arzulayıram her birinize.